Əvvəla David Barniyanın bu açıqlamasını vəzifəni də vida etmiş və edən Mossad rəsmisinin açıqlaması kimi qeyd eləmək lazım. Çünki bilirsiniz, dünən yəni bu David Barniyanın vəzifəsi bitdi. Həm Barniyanın açıqlamaları, həm Netanyahu'nun Mossadla bağlı biraz əvvəl xəbərinizdə verdiyiniz açıqlamalar, David Barniyanın vida mərasimi və yerinə Roman Grossmanın yeni təyinatla gəlməsi ilə çox yaxından əlaqəlidir. Bu bir. Məsələnin bu tərəfi. Yəni David Barniya bir tam nevi... olaraq necə əlaqəlidir? Yəni İsraildə əslində ana xətt elə bu istiqamətdə deyilmi? Barniya və yaxud da ki, digər bir adın burada olması və yaxud da ki, həmin adın bunu açıqlamasının fərqi nədir? İsrailin ana xətti elə bu deyilmi? Əslində David Barniya getmədən, Mossad direktoru olaraq getmədən son çıxışında həm öz üzərinə qoyulan vəzifələri həyata keçirdiyi ilə bağlı müəyyən açıqlamalar verdi. Bu açıqlamalar o açıqlamanın bir parçasıdır. Həm də özündən sonra gələnə Mossadın və bu çərçivədə İsrail təhlükəsizlik bürokratiyasının, ən azından kəşfiyyat orqanının bu istiqamətdəki görməsi gərəkən işləri ki, orada vurguladığı şey odur ki, nüvə silahı və rejimin dəyişdirilməsi bu baxımdan önəmli idi ki, tez-tez ABŞ-da, sadəcə İranda və qlobal siyasətdə deyil, müxtəlif. Eyni zamanda ABŞ-da da tez-tez dilə gətirdilər ki, İranın da rejimin dəyişməsi baş verib, beynəlxalq münasibətlərdə dedilər ki, bu baş verə bilməyəcək, hətta daha da pisə gedib. Mossadın vida edən rəhbəri, yəni artıq təqaüdə çıxan rəhbərinin bu açıqlaması İsrailin ən əhəmiyyətli təhlükəsizlik qurumunun İran rejiminin davam etməsi ya da İran sisteminin dağıdılması ilə bağlı məqsədindən vaz keçmədiyini göstərir. Netanyahu'nun açıqlamaları bu fonda onu dəstəkləyən açıqlamalardır və Mossada tərif edərək əslində onun təhlillərinə də sahib çıxır. Ən yaxşı kəşfiyyat və ən yaxşı antiterror qurumu və işini ən yaxşı görən. Dolayısıyla bu şəxslərin hesabatı da fikirləri də, ortaya qoyduqları proqnozlar da yanılmazdı məntiqin əslində inkişaf elətdirməyə çalışır siyasi baxımdan. Digər tərəfdən yeni gələn Roman Grossmanın gəlməyi əslində Netanyahu baxımından kritik bir mesaja da xidmət edir. Çünki gələn adam iki məqamı ilə diqqəti cəlb edir. Bunlardan birincisi klasik hərbi kəşfiyyatdan deyil, yəni Mossaddan deyil, ordudan gəlir. Bu önəmlidir. Mossad tarixində bu cür səhv eləmirəmsə belə təyinat olmayıb. Bu müəyyən narazıçılıqlara daxili siyasətdə narazıçılıqlar da bərabərlə getirmiş. İkincisi Netanyahu'ya çox yaxın figurdur. Bu da deməkdir ki, önümüzdəki dönəmdə Netanyahu'nun bu İranla bağlı və bölgədəki təhlükəsizlik məsələlərlə bağlı fikirləri Mossad hesabatı kimi qarşımıza gələcək. Daha əvvəl Barniyanın, digərlərinin açıqlamalarında Netanyahu ilə tam üst-üstə düşməyən yanaşmalar xırda da olsa var idi. Amma indi önümüzdəki bir neçə ayda, ən azından seçkilərə qədər Mossadın mövcud yeni rəhbərliyi ilə Netanyahu'nun eyni hədəfə vurmada çox daha birlikdə hərəkət edəcəyini görəcəyik və bu hərəkət də İran rejiminə qalxır daha sərt mövqeyi davam etdirmək şəklində olacaq. Məsələn bu tərəfi. Digər tərəfdən Livan məsələsi ilə bağlı məsələ. Doğrusu o məsələlərin bir hissəsini, Trump'la Netanyahu arasındakı görüşün bir hissəsinin gerçək payın olduğunu düşünürəm. Amma bir hissəsi məncə biraz da şişirdilmiş, ictimai rəyə hesablanmış bir şeydir. Biraz da Netanyahu'yu qızıqlandırmaya hesablanıb ki, içərdən Netanyahu həm xaricdən, həm daxildən təzyiq altına salmaq istəyirlər. Həm koalisiya içərisindən, həm müxalifətdən, həm də beynəlxalq arenadan, həm də ABŞ tərəfindən ki, öz sərt mövqeyindən, İrana qarşı sərt mövqeyindən vaz keçsin. Amma bu cür açıqlamalar Netanyahunu həm də qızıqlandırır, təhrik eləyir, provokasiya çəkir ki, o çıxsın desin ki, mən müstəqiləm, Trump'ı da dinləmirəm. Dolayısıyla müzakirəni davam etdirmək yerinə ya da Trump'la bərabər hərəkət etmək yerinə daha sərt mövqeyə davam eləsin. Bu yəni onda Livandakı atəşkəsi ləğv edib yenidən hücum eləyə bilərmi? Zaten mən onun bir mənalı olaraq dayanacağını düşünmürəm. Çünki orada şərtli açıqlamalar da var. Trump tərəfdən, ABŞ-dan gələn açıqlamalarda belə bir məqam da xüsusi vurgulanırdı ki, əgər qarşı tərəf hücum eləsə, İsrail Beyruta daxil Livana vura bilər. Bu əslində orada bir
açıq qapı qoyma hissəsidir. İsrail də bunu fürsətdən istifadə edib, hər fürsətdə deyəcək ki, mənə filan yerdən bombaladılar, yenə şey eləyəcək. Dolayısıyla İsrail Livan üzərindən, ən azından Netanyahu hökuməti, Livan üzərindən ABŞ-İran müzakirələrini belə deyək də pozmağa çalışır. Həm də bax, məsələnin bu tərəfi var. Yəni bu məsələ, bu proses davam edəcək. İranda da bəzi qüvvələr Livan üzərindən müzakirələri pozmağa çalışırlar. O da maraqlıdır. Sizin verdiyiniz xəbərdə də vardı ki, dayandırırıq şeyi. Yəni burada müharibəni istəyən tərəflər arasında belə bir ortaq şey var. Livan üzərindən güc güləşi və bunu müzakirələri dayandırmaq, müzakirələri uzatmaq üçün istifadə edirlər.